Sosial yardım düzəlmişdi bizim ailəyə ki, güya 174 manatdan dolanacaq. Allah sənin çırağını keçsin İlham Əliyev. Allah belini qırsın sənin Mehriban Əliyev. O 174 manat sosial yardımı da kəsiblər. Mən bu uşaqlara baxa bilmirəm. Nə qayraq biz? Neyniyə? Çıxaq sizin kimlərinin ucbatından vətənimizi, xalqımızı, elimizi, obamızı qoyaq, qaçaq gedək xaricdə yaşayaq. Oradan başlayaq sizin hər bir şeyinizi yağlayaq. Nə qayraq, biz vətənimizdə yaşamaq istəyirik. Bizim yaşamaq hüququmuz var. Mənim balalarım yaşamaq istəyir. Sən bunu bu boş başına vur İlham Əliyev. Bu balalarım yaşamaq istəyir. Necə ki, sənin balaların Londonda, Dubayda, nə bilim Moskvada villaları var. Mənim balalarımın villaya yox. Normal yaşamağa ehtiyacı var. Sən bunu bilirsənmi İlham Əliyev? Mənim balalarım yaşamaq istəyir. Haqqı deyə bunun yaşamaq haqqı var. Çünki mənim balalarım, mənim ailəm Azərbaycan vətəndaşıyıq. Sən bunu